Rəhman və Rəhim Allahın adı ilə. Gərək sizdən xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Ustad Şəhid Mürtəza Mütəhərrinin Kamil İnsan kitabında düşündürücü bir mövzuya təsadüf etdim. Məsx olmuş insan barəsində olan həmin bəhsi olduğu kimi nəzərinizə çatdırıram. Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayətləri eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bəs məsx necə olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevrilə bilərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan məsx olmasını bəziləri yalnız fərziyyə olaraq qəbul etsələr də belə, onun mənəvi və ruhi cəhətdən heyvana çevrilməsi qəti və inkar edilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından misli olmasın. Qur'an bu qisim insanlar barəsində belə buyurub. Onlar heyvan kimidirlər. Bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır. Bu ayə heyvanlardan da alçaq və rəzil insanlar barəsindədir. İnsanın doğrudan da ruhi baxımından heyvana çevrilməsi mümkündürmü? Bəli. Çünki insanın şəxsiyyəti onun əxlaqi və ruhi xüsusiyyətləri ilə bağlıdır. Əgər insanın ruhi və əxlaqi xüsusiyyətləri bir heyvan və vəhşinin xüsusiyyət və sifətləri kimi olsa, o doğrudan da məsx olub. Belə ki, onun ruhu həqiqətən məsx olaraq heyvana çevrilib. Donuzun cismi onun ruhi ilə münasibdir və insanın bütün xislətlərinin donuz xisləti olması mümkündür. Belə bir həddə çatmış insan insanlıqdan çıxıb və əsl həqiqətlər görünən ruhlar aləmində doğrudan da başqa şey deyil, məhz donuzdur. Deməli, naqis insan bəzən məsx olmuş insan mərhələsinə çatır. Biz belə şeyləri az eşidirik və bəlkə də bəziləri bunların məcazi məna daşıdığını fikirləşirlər. Amma bütün bunlar həqiqətdir. Bir nəfər nəql edir ki, İmam Zeynul Abidin əleyhissalam ilə Ərəfat səhrasında idik. Yuxarıdan baxanda səhrada hacıların izdihamını gördüm. İmam əleyhissalama dedim ki, Allaha şükür olsun, bu il həcc ziyarətinə gələnlərin sayı çoxdur. İmam əleyhissalam mənim cavabımda dedi: Fəryad və nalə edən nə çox, hacı isə nə qədər azdır. Ravi deyir ki, İmam əleyhissalamın mənə nə etdiyi və mənə necə bəsirət verdiyini bilmirəm. Amma mənə indi bax deyəndə gördüm ki, səhra heyvanla doludur. Ora əsl heyvanlar aləmidir. Onların arasında təkcə bir qrup insan hərəkət edir. İmam əleyhissalam mənə dedi ki, gördün? Məsələnin batini bu cürdür. Məna və batin əhli üçün bu məsələ gün kimi aydın bir məsələdir. Amma indi bizim bəzilərimizin dırnaqarası mütərəqqi zehni bunu qəbul etmək istəmirsə, səhv edir. Bizim yaşadığımız indiki zamanda da insanların həqiqətlərini görərək dərk edən şəxslər vardır və belə insanlar əvvəllərdə olublar. Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədə olmaqdan başqa heç bir şey fikirləşməyən insanın ruhu dördayaqlı heyvan ruhudur. Belə bir insanın batini, fitrət və təbiəti məsx olub. Belə ki, o, insani xislətlər və insanlıqdan tamamilə uzaqlaşıb və əvəzində özü üçün vəhşi və heyvan xasiyyəti və xislətləri əldə edib.
Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və imamlar aleyhimussallam dəfələrlə deyiblər ki, insanların yalnız bir qrupu məhşərə insan surətində gələcəklər. Bəziləri qarışqa, bəziləri meymun, bəziləri əqrəb, digər bir qrup ilan, başqa bir qrup isə pələng surətində məhşərə gələcəklər. Nə üçün? Allah Taala heç bir səbəb olmadan insanı həmin surət və şəkillərə salarmı? Dünyada sancmaqdan başqa bir işi olmayan və yeganə ləzzəti digərlərinə əziyyət vermək olan şəxs məhşərə özünün həqiqi surəti, yəni əqrəb şəklində gələcəkdir. Dünyada meymun sifətlikdən başqa bir işi olmayan şəxs mütləq qiyamət günü məhşərə meymun kimi gələcək və həmçinin dünyada it kimi başqalarını tutan şəxs də it kimi gələcəkdir. Hədisdə də deyilir ki, insanlar qiyamət günü məhşərə niyyət, məqsəd və istəklərinə uyğun həqiqi xislət və sifətlər ilə gələcəklər. Siz bu dünyada necəsiz? Nə olmaq istəyirsiniz? Nə istəyirsiniz? Sizin istəkləriniz insan istəyidir, yoxsa yırtıcı heyvan istəkləri? Bəlkə istəkləriniz gövşəyən heyvan istəkləridir. İstəkləriniz nə olsa, siz həmin şeysiz. Qiyamətdə də həmin halda məhşərə gətiriləcəksiniz. Dəyər ki, hərdən kim olduğumuzu, necə yaşadığımızı düşünək və özümüzə sual verək. Sən kimsən? Bu yolda sənə uğurlar diləyirəm. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır.